Bir neçə gün bundan qabaq ölüm hadisəsi ilə baş verdi. Yəqin gördünüz, uşaq quduzluqdan öldü. Heç kim keçə bilmir oradan. Yalnız 2-3 nəfər birləşir, elə keçir də belə. Abşeron rayonunun Masazır qəsəbəsində hər küncündə binaların həyətində bax bu cür sahibsiz itləri görmək mümkündür. Hətta sahibsiz itlər sürü halında gəzərək sakinlər üçün qorxulu anlar yaşadırlar. Sakinlər bildirirlər ki, sahibsiz itlər o qədər çoxalıb ki, azyaşlı uşaqlar, yaşlı insanlar həyətlərə düşməyə qorxurlar. Sürüdür. Abşeron rayonunun Masazır qəsəbəsində sahibsiz itlər ciddi təhlükə mənbəyinə çevrilib. Sakinlərin sözlərinə görə son günlər küçələrdə sürü halında gəzən itlərin sayı xeyli artıb. Bu vəziyyət xüsusilə səhər və axşam saatlarında məktəbə gedən uşaqlar və işə tələsən insanlar üçün qorxu doğurur. Sakinlər bildirir ki, itlər əsasən qəsəbənin yaşayış massivlərində, məktəb və marketlərə yaxın ərazilərdə dolaşır. Onların bir neçə dəfə insanlara hücum etməsi barədə məlumatlar da var. Uşaqlar məktəbə valideyn müşahidə olmadan gedə bilmir. Yaşlı insanlar isə küçəyə çıxmaqdan çəkinirlər. Şəxsən mən bir valideyn olaraq özüm də qorxuram. 2 evlad yola salıram dərsə. Yəni yolda evə gələrkən hətta neçə dəfə deyirlər ki, hücum eləyirlər bizə. Özdə bir dənəsi olsa yenə dərd yarıdır. Bir neçəsi birdən olur. Ona görə də təhlükəlidir hər birimiz üçün. Yəni getdiyiniz yerdə qarşı sürü halında çıxır qarşınıza. Bəli, fərqi yoxdur. Yəni gündüz, gecə artıq onlara fərq eləmir. Gündüz də yəni maşınla belə keçəndə maşına hücum edirlər, görmüsünüzsə, yəni sürü halında. Təhlükəlidir. Yəni bir nəfər keçəndə səhər əsas, bir də axşamda saat 12-dən sonra yəni təhlükəlidir. Heç kim keçə bilmir oradan. Yalnız 2-3 nəfər birləşir, elə keçir də belə. Yəni o qədər təhlükəlidir. Ha, təhlükəlidir bəli. Yəni uşaqlar çöldə olması çox, yəni uşaqlar üçün də təhlükəlidir. Bəli, uşaqlar üçün də təhlükəlidir. Düzdür, elə hamı üçün təhlükəlidir. Yəni buna bir tədbir görsələr yaxşı olar. Ona veterinar yaxşı olardı ki, elə bir qurum olsun ki, həmin küçə heyvanlarına qayğı göstərsinlər. Çünki o da Allahın yaratdığıdır. O çoxluqdan savayı da onlara mərhəmət hissi yaranmalıdır. Sakinlər bu problemin uzun müddətdir davam etdiyini və müvafiq qurumlara dəfələrlə müraciət etdiklərini deyirlər. Onların sözlərinə görə müvəqqəti tədbirlər görülsə də vəziyyət yenidən əvvəlki halına qayıdır. Abşeron rayon İcra Hakimiyyətindən Denas TV-yə bildirildi ki, bir müddət öncə sahibsiz heyvanlara qayğı mərkəzində yaradılması üçün torpaq sahəsinin ayrılması və tikintinin aparılması ilə bağlı qanunvericiliyə müvafiq olaraq sənədləşmə işlərinə başlanılıb. Buna paralel olaraq tərəfimizdən mütəxəssislərin rəyi nəzərə alınmaqla, o cümlədən mərkəzin layihəsi hazırlanıb. Hal-hazırda sənədləşmə işləri son tamamlama mərhələsindədir. Gələn ilin birinci yarısında işlərin görülməsi planlaşdırılır. Buna baxmayaraq, Abşeron rayon İcra Hakimiyyətinin müraciəti əsasında sahibsiz itlərə qayğı mərkəzi tərəfindən rayon ərazisində olan ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklardan, küçə və prospektlərdən götürülüb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə qayğı mərkəzinə daşınıb. Hazırda bu kimi işlər davam etdirilməkdədir. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Denas TV üçün.